Kriptovalyutanın mənimsənilməsi işi üzrə Georgi Bachiashvili 11 il müddətinə azadlıqdan məhrum edilib. Bircə investisiya fondunun sabiq rəhbəri barəsində hökm onun iştirakı olmadan elan edilib. Bachiashvili ötən həftə ölkəni tərk edib. Təqsirləndirilən şəxs yekun nitqlə çıxış etmək imkanından məhrum edilib. Məhkəmə 43 milyon lariyə qədər kriptovalyutanı mənimsədiyi üçün Georgi Bachiashvilini azadlıqdan məhrum edib. Lelonun lideri Mamuka Xazaradze dövlət büdcəsinə $650.000 ödəyib. Anakliya limanı ilə əlaqədar qoyulan öhdəlikdən söz gedir. Ədliyyə Nazirliyi bunun Xazaradzenin üzərinə qoyulan vergi olduğunu açıqlayıb. Leloda verilən bəyanatla razılaşmırlar və bildirirlər ki, bu məhkəmə çəkişməsi üçün rüsumdur və heç bir cərimə olmayıb. Xatırladaq ki, Beynəlxalq Arbitraj Məhkəməsi Mamuka Xazaradze və Badri Japaridzenin Anakliya limanı ilə bağlı iddiasını təmin etməyib və Ədliyyə Naziri Rati Breqadzenin iyulun 30-da keçirilən mətbuat konfransında dediyi kimi, arbitraj Gürcüstan hökumətinin xeyrinə onların üzərinə $650.000 ödəmək öhdəliyi qoyub. Amerika Birləşmiş Ştatlarının gələcəkdə ölkəmizə münasibəti və əməkdaşlıq formaları ilə Amerika Birləşmiş Ştatlarında dərin dövləti məğlub etməyin mümkün olub-olmadığı ortaya çıxacaq. Bu haqda Mamuka Mdinaradze sosial şəbəkədə yazır. Dünyada inkişaf edən hadisələr bir çox suala cavab verdi, lakin bir çoxları hələ də cavabsız qalır. Son vaxtlarda Avropa İttifaqına üzv bir sıra dövlətlər Gürcüstana və ölkənin qanuni seçilmiş hakimiyyətinə qarşı xüsusi aqressivlik nümayiş etdirirlər. Baltik və Skandinaviya ölkələri ən çobud və yalan üzərində qurulmuş ritorikası ilə seçilir. Onlar Gürcüstanın daxili işlərinə çobud şəkildə müdaxilə edir, radikalizmi təşviq edir və açıq şəkildə süni etirazı dəstəkləyirlər. Bu ölkələrin suverenliyi və hakimiyyətləri tamamilə əllərindən alınıb. Formal məmurlar öz ölkələrinin maraqlarından deyil, qlobal müharibə partiyası olan dərin dövlətin diktəsi ilə hərəkət edirlər. Məhz bu səbəbdən bu ölkələrin Gürcüstana hücumunu hansısa ölkənin hərəkəti kimi yox, dərin dövlətin Gürcüstanda hakimiyyəti birbaşa dəyişmək cəhdi kimi dəyərləndirməliyik. 2025-ci ilin özünü idarə etmə seçkilərində kimin iştirak edəcəyi hələlik bəlli deyil. Səsvermə prosesi 7 aya keçiriləcək. Bu vaxtda olan məlumata əsasən müxalifətdən yalnız Girçi partiyası mübarizə aparmağı planlaşdırır. Digər müxalif siyasi subyektlər bu mərhələdə seçkilərdə iştirak etmək niyyətində deyillər. Gürcü arzusu rəqiblərinin bu mövqeyini sabotaj olaraq dəyərləndirir. Konstitusiyaya əsasən yerli özünü idarə etmə seçkiləri oktyabrın 4-də keçiriləcək. Mikhail Saakashvilinin ittiham olunduğu növbəti epizod. Hakim büdcə vəsaitlərinin israf edilməsi işi üzrə hökmü bir neçə günə elan edəcək. Saakashvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Temur Canaşya da ittiham olunur. Bu gün təqsirləndirilən şəxslər yekun nitqlə çıxış ediblər. Hakim isə məşvərətə çıxıb. Prokurorluq həbs qərarı gözləyir və cinayətin çoxsaylı sübutlarla təsdiqləndiyini izah edir. Təqsirləndirilən şəxslər siyasi təqibdən danışırlar. Söhbət 9 milyonun israf edilməsindən gedir. Saakashvilinin ittiham olunduğu maddə 9 ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur. Teatr Universitetinin etiraz hərəkatının 10-a yaxın tələbəsinin tələbə statusu dayandırılıb. Onlar bildirirlər ki, elektron post vasitəsilə daxil olan bəyanatda deyilir ki, Etika Komissiyası Etika Məcəlləsi ilə nəzərdə tutulmuş normaların pozulması məsələsinə baxıb və müvafiq qərar qəbul edib, lakin əlavə izahat verilmir. Tələbələr bildiriblər ki, onlar etik normaları pozmayıblar və bu qərar onlar tərəfindən Rustavelidə ifadə olunmuş etiraz ilə bağlıdır. Tələbələrin qərardan şikayət etmək üçün 3 günü var. Georgi Şalutaşvili hələlik qərarı imzalamayıb. Xatırladaq ki, Teatr Universitetinin foyesində tələbə etirazı 80 gündən çox davam edirdi və martın 9-da polisə çağırıldıqdan sonra onlar binanı tərk etməyə məcbur oldular. Məhkəmə onların hər birini 5.000 lari miqdarında cərimələyib. Cərimələnən və universitetdən xaric edilən tələbələrə dəstək üçün vətəndaşlar Kino və Teatr Universitetinin yaxınlığına toplaşıblar. Universitetdə baş verənlərin tələbə etirazlarını yatırtmaq cəhdi olduğunu və bununla barışmaq niyyətində olmadıqlarını bildiriblər. Aksiya zamanı müxtəlif peşələrin nümayəndələri tələbələrə dəstək sözləri ilə müraciət ediblər. Tələbələr itaətsizlik aksiyasını İlya Universiteti yaxınlığında davam etdirəcəklər.
6 həftəlik müzakirədən sonra biz USAID-in proqramlarının 83%-ni rəsmən ləğv edirik. Bu haqda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio sosial şəbəkədə yazır. Sitat: "İndi ləğv edilmiş 5200 müqavilə ilə 10 milyardlarla dollar elə xərclənirdi ki, Amerika Birləşmiş Ştatlarının əsas milli maraqlarına xidmət etmirdi. Bəzi hallarda hətta buna zərbə vururdu. Konqreslə məsləhətləşərək Dövlət Departamenti tərəfindən proqramların qalan 18%-nin təxminən 1000 müqavilənin daha effektiv idarə edilməsi niyyətindəyik. Hökumətin səmərəliliyi departamentinə və bu çoxdan ehtiyac duyulan və tarixi islahata nail olmaq üçün uzun saatlar ərzində işləyən zəhmətkeş əməkdaşlarımıza təşəkkür edirik." Suriyada sabiq lider Bəşər Əl-Əsədi dəstəkləyən rayonlarda qarşıdurma davam edir. Şahidlər mediaya Ələvilərə qarşı təqibdən, o cümlədən ailələrin öz evlərində öldürülməsindən danışırlar. Ələvi təriqəti şiəliyin bir qoludur və Suriya əhalisinin təxminən 10%-ni təşkil edir. Bəşər Əsəd məhz bu təriqətdəndir. Suriyanın İnsan Hüquqlarının Monitoringi Mərkəzinin məlumatına əsasən cümə və şənbə günləri 973 dinc sakin qətlə yetirilib. Qarşıdurma silahlarını təslim etməkdən imtina edən Əsəd tərəfdarlarının Latakiya və Cəblənin sahil yanı şəhərləri ətrafında təhlükəsizlik qüvvələrini puskuya salmasından və onlarla insanın ölümündən sonra başlayıb. Əsədin ordu briqadasının sabiq generalı indiki hökumətə qarşı yeni üsyan elan edərək Suriyanın azad edilməsi üçün hərbi şura yaratdığını deyib. Silahlarını təhvil verməkdən imtina edən Əsəd rejiminin təhlükəsizlik qüvvələrinin sabiq zabitlərinin dağlarda müqavimət qrupu yaratması haqda məlumat da yayılır. Eyni zamanda Dəməşqdə ölənləri yad etmək və zorakılığı pisləmək üçün nümayişlər keçirilib. Yayılmış məlumata əsasən Suriyada yeni hökumət qüvvələri ilə Əsədin Ələvi təriqətinə mənsub döyüşlər arasında davam edən silahlı qarşıdurmada son 2 gündə 1000-dən çox insan həyatını itirib. Qətlə yetirilənlər arasında Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin üzvləri və Əsədə sadiq döyüşçülər, eləcə də Ələvi qadın və uşaqlar var. Milli valyuta möhkəmlənir. Valyuta mübadiləsi məntəqələrində 1 dolların dəyəri 2 lari 77 qəpikdir. Ayın əvvəlindən milli valyuta dollar qarşısında demək olar ki 3 bənd möhkəmlənib. Milli Bankın prezidenti ölkəyə güclü valyuta daxil olmalarının bu istiqamətə təsir etdiyini bildirir. Kutaisi Beynəlxalq Universiteti 2025-2026-cı tədris ilindən yeni ingilis dilli bakalavr proqramı, dizayn proqramının həyata keçirilməsinə başlayacaq. Proqramın təqdimatında məlum olduğu kimi təhsillərini uğurla başa vuran tələbələr dizayn üzrə ikili Kutaisi Beynəlxalq Universiteti və Neapol Universitetinin diplomunu alacaqlar. Tədris prosesində hər iki universitetin professorları rəhbərlik edəcək. Təqdimatda qeyd olunub ki, bircə proqramın həyata keçirilməsi Gürcüstanda dizayn sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək. Mübadilə semestri çərçivəsində Gürcü tələbələr Neapol Universitetində təhsil almaq imkanı qazanacaqlar. Öz növbəsində Neapol Universitetinin tələbələri Kutaisidə ən azı bir semestr keçirəcəklər. Akademik personal üçün də mübadilə və bircə elmi tədqiqat layihələrinin həyata keçirilməsi planlaşdırılır.